Tamahını saxlaya bilməm. Hamıya da tamam salırlar, amma təbliğdən danışıb qəşəng qızartlar. Düzgün danışmaq lazımdır. Yəni tamam da ya özümüzü yerə atmış, amma düzgün danışmaq lazımdır. Xanım kişi arvad dost evinə gedib. Nə xanım? Kişi var, dost evinə gedib dostunun arvadına göz salır. Profilə bax. Bilərsən əsəlik. Mən sənə bir söz deyim. Deyirsən, iki kişi vardı. O kişi deyil axı. Sən nətər deyə bilərsən, iki kişi var. Xəyandan başqalarına edir. Bax, əlbəttə ki, sən deyirsən, mən elə kişi tanımıram, elə hərəkət eləyəm. Mən kişilərdən elə şey gözləmirəm. Mənim nə suçum var? Elvin, mən dedim, yaxşılardan İraq. Sən özün niyə yaxşılardan İraq deyəndə başa düşmədim. Sən o İraqlardan sanki eləyim. Travmalmış. Təbii ki, onlar narsis insanlar, travmalı insanlar. Evlərində hər zaman problemlə böyümüş, nə bilim, sıxıntı ilə böyümüş, beyinlər başqa cür böyümüş insanlardır. Mən belə fikirləşirəm. Vallahi. Sən deməlisən ki, kişilikdən kənar gədələr var ki, dost evinə gedib dostunun arvadına göz dikirlər. Sən deyə bilməzsən ki, kişi var ki, dostunun evinə gedir, onun arvadına göz dikir. Kişi o hərəkəti heç vaxt eləməz. Sən kişi sözü deyəndə 3 hərflidir, amma onun üstündəki ağırlığı bir bax, kişi o hərəkət eləyər səncə. Deyən ki, gədələr var ki, dostlarının evinə gedib dostlarının arvadına göz dikirlər. Kişilikdən xəbərsiz olan cinsiyyətlər var ki, məxluqlar var ki, o hərəkət eləyirlər. Qətiyyən kişi xeyla var, hərəkət eləməz. Təbii ki, eləncə qədələr çoxdur. Məncə, orada əgər elə bir şey vardısa, 4 tərəf üzrlü saytdan, sən də oturursan, burada səhv durursan. Təsəvvür elə ki, mən sənə bir dənə söz deyim vəbşeyi, ümumiyyətlə deyəcəm, heç kimin də xətrinə dəyməsin. Deyirsə, kişi var, gedir dostunun evinə girir, arvadına göz dikir. Yəni, mən deyək ki, mənim yoldaşım dostunu gətirib evə, düzdür? Mən əgər onun dostundan yüngüllük görürəmsə, mən niyə ərimə demirəm ki? Demək ki, sənin evindəki də yüngüldür. Sənin evindəkinin də problem var. Belə üzürlü sayasız. Deyir, igidi öldür, haqqını yemədə, yəni. Əlbəttə ki, yəni, demək ki, sənin yanındakı da nəsə bir, yəni, zəifdir də, yəni, elə şey olar. Necə olur mənim ərim evə adam gəlir, mənim yoldaşım onu kişi bilib evinə gətirib də, indi yoldaşım inanıb ona gətirib də, kişi bilib, deyib ki, gedək mənim evimə. İndi düzdür, kişi xeylağı evinə adam gətirməyir. Amma qadın necə onu eləyə bilir? Mən ondan bir yumuşaq bir şey gördümsə, deyərəm ki, davay, işinlə məşğul olur. Mənim həyatımdakı, mənim evimə gələnin əgər zəifçiliyini görürəmsə, mənim yoldaşımı yanında elə. Mən yoldaşıma deyərəm ki, onu bir də bura gətirmə. Bir, ikincisi ki, kişi dediyin şəxs evinə dost, tanış gətirmir. Mən adam tanıyıram, 50 yaşı vardı. Qardaş deyir, qardaş deyirlər. Bir-birlərinə ciyərlərini söküb verərlər, bir-birinin evinə getmirlər. Getmir. Onu evinə aparan kişi deyil, qapısından girən kişi olmalıdır. Əgər onun bir zəifçiliyi varsa, znaç onun evindəki də ona, əgər o kişiyə patxod elirsə, znaç onun arvadında da problem vardır. Normal olaraq kişi xeylağı dostudur, tanışıdır, əskər yolu evinə aparmamalıdır. Çox yaxşı da olan ola bilər, amma evinə aparmamalısan. Evində qadın vardısa, arvadın vardısa, qızın vardısa, sənin dostunun sənin evində nə işi var? Dostunla görüşmək istəyirsən, restoranlar doludur. Bax, buradan yox, bura qədərdir. Get restoranda otur. Apar getginə gecə ye, iç, hər öz evinə. Vəssalam. Restoranlar doludur. Get otur çayçıda nə qədər söhbət edirsən elə günə. Nə gəzir yad kişi mənim evimdə? Mən düzgün baxmıram. Mənim atam 25 ildir polisdə işlədi. Böyükdür, əhatəsi böyükdür, bir dostunu belə gətirir. Niyə də gətirməlidir? Sənin atan elə bir işdə işləyir ki, sənin atan bilir ki, dünya nə deməkdir? Məsələn, bizim ailədə bir dəfə gördüyümüz, sən atan bir gün üstündə 35 dəfə görür onu. Yəni, kişi dediyin şəxs arvadının uşağının yanına başqa kişi gətirməz. Dostudur, geçsin çöldə yesin içsin, restoranda yesin içsin, çayçıda otursun yesin içsin, nə bilim. Ailəvi görüşmək istəyirsiniz? Bəli, güvən yoxdur. Ailəvi görüşmək istəyirsiniz, dostun da arvadını, uşağını gətirsin, sən də gedin oturun bir dənə restoranda, nə bilim, böyük bir zallı restoranda, ailəvi restoranda, musiqili restoranda, qəşəng bir ailəvi olduğunuz, bir adlı sanlı restoranların birində 50 manat artıq şot verginin, qoyun qabağınıza o ailəvi yoldaşlar da gəlsin, oturun, yeyin, için, hər kəs öz evində şəlləsin geçsin. Sənin cəmaatın evində nə işin var? Tək söhbət dostundan getmir, sənin özündən də gedir, sənin də dostunuzu evə çağıranda deyilən, qardaşım, yəni, mən müsait deyiləm, gedək haradasa oturaq, çörək yeyəcək. Yoxsa sən get cəmaatın evinin içində otur, dostluq deyil o. Yəni, dostluğunuz kəsilməyəcək ki, başqasının evinə girib çıxmasan. Mən belə düşünmürəm, yəni.
Mən düşünürəm ki, normal kişi xeylağı evinə heç kim gətirməz, özü də heç kimin evinə getməz. Mən belə fikirləşirəm. Təbii ki, sən sabah dostu sən evinə gətirəndə, sənin arvadın da çay qoyanda, evdə hərəkət eləyəndə istər-istəməz dönəcək baxacaq. İstər istəməz, istəməzsə də, yəni içindən keçməsə də təsadüf də olsa dönüb baxacaq. Niyə də baxmalıdır sən evində, evinin içində rahat arvadından oturubsan da. Mən tək dost tanış demirəm ha. O mənim əmim oğludur, bu mənim dayım oğludur, mənim dayımın nə bilim nəyisinin oğludur. Gəlmə mənim evimə, mənim evimdə arvadım uşağım var. Görüşmək istəyən çıx gedək görüşək. Gedək oturaq restoranda yeyəcək. Evə girən kişi də olsa, məsələn, mənim yoldaşım olsun, mən məsləhət görmərəm kimisə evinə gitsin. Çünki git qıraqda görür. Mən düşünmürəm yəni. Mənim xoşuma gəlmir. Cavan ailəsizsə boşu xoşuma gəlmir. Ola bilər, sənin indi 45-50 yaşın ola bilər. Hə, gəl dostun sənin evinə gələ bilər. Götürsün yoldaşlı, uşaqlı, körpəli, gəlsin. Sən mənim evimə tək gəlmə. Mən sizə bir dənə söz, siz zəmanət çox dəyişilib, düzdür. Yəni siz indidən əgər indinin söhbətini edirsinizsə, yanlış fikirlərsiniz. Siz mənə 20 il bundan qabaq desəydiniz, deyərdim ki, dost olsun evində də yatar, dost olsun paltarını da geyinər, dost olsun maşını da sürər. Amma 20 il sonra hal-hazırda indiki zamanədə mən deyirəm ki, dost olsun evində gəlib yatmaz. Yəni siz o düşüncəsiniz, mən deyirəm ki, gəlməz. Mən istəmərəm, mənim dostum yəni mənim arvadım var, mənim dostum mənim evimə gəlsin. Ya da ki, mənim ərim var da, dostum, mən istəmərəm dostum mənim evimə gətirsin. Mən ona deyirəm ki, sənin dostun bizim evimizə gəlməsin. Nə işin var sənin dostun mənim evimdə? Mən sənin dostunu tanımalıyam. Sənin dostların nə gəzir mənim evimdə?